Özü əzmkarlıq etdiyi üçün nəticə etibarilə mələklərin səslərini eşidir. Ayətullah Qazi məğrib və işa namazlarını İmam Hüseynlə Həzrət Abbasın şərəfli hərəmlərində qılardı. Günlərin bir günü yenə adəti üzrə Həzrət Abbasın hərəminə gedir, hərəmə çatanda öz-özünə düşünür. Bu 40 il ərzində məna və məlakut aləmindən mənim üçün heç nə zahir olmadı. Nə əldə etmişəmsə Allahın inayəti və onun bərəkəti sayəsində əldə etmişəm. Elə bu zaman Azərbaycan dilində danışan və ruhu xəstə olan bir seyid ona tərəf qaçaraq deyir: Seyid Əli, bugün dünyanın hər tərəfindən olan övliyalar Həzrət Abbasın hərəmindədirlər. Əllamə Qazinin başı o qədər öz fikirlərinə qərq olmuşdu ki, Seyidin nə dediyinin fərqinə varmır. Həzrət Abbasın hərəminə doğru gedir. Daxil olmaq üçün izin duasını və ziyarətnaməni oxuyub ziyarət namazını qılır. İstəyir ki, qalxıb şam namazını qılsın. O, vücudunun hər zərrəsini eşqlə məşuqunda əridiyini və onun rənginə düşdüyünü hiss edir. Bu dəfə qapını döyəndə məşuq buyurur: Kimdir? Cavab verir: Ey Dəlistan, ey qəlblər aləmi, bu səndə sənə qarışmış sənsən. Bu dəfə məşuq özü onun üçün qapı açır. Buyurdu: İndi ki məndənsən, ey mən, daxil ol. Əllamə Qazi elə ki namazın təkbirətul ehramını yerinə yetirir, hərəmin hər tərəfinin vəziyyətinin tamamilə dəyişdiyini görür. Elə bir dəyişiklik ki, bu vaxta qədər nə bir göz görüb, nə bir qulaq duyub, nə də bir bəşər övladının qəlbinə sirayət edib. Bu dəyişikliyin bir qədər azalması üçün qiraətini bir anlıq saxlayır. Sonra namazına davam edir və müstəhəb əməlləri bir qədər azaldaraq namazını həmşəkindən tez başa vurur. Artıq İmam Hüseynin hərəminə getmir, sakit bir yer axtarmaq üçün evə dönür. Evdə heç kimlə qarşılaşmasın deyə birbaşa evin damına qalxır və elə oradaca uzanır. Yenidən həmin hal təkrarlanır, amma bu dəfə bir qədər uzun çəkir. O vaxta qədər ki, evdən bir nəfər ona çay gətirir. Elə ki çay gətirirlər, bu hal itir. Əllamə Qazi qalxıb xiftən namazını qılır. Yenidən o hal təkrarlanır. Elə bir hal ki, özünün dediyinə görə bu vaxta qədər heç bir zərrəsini də görməmişdi. İndi ki bu halla qarşılaşır, nə cismində qala bilir, nə də onu tərk edə bilirdi. Bu dəfə şam yeməyini gətirirlər və o hal yenə də itir. Gecənin bir yarısı yenə həmin hal qayıdır və bu dəfə lap uzun çəkir. Atasının göstərişləri, Seyid Əhməd Kərbəlayının tutulmaları, özünün cəhdləri və bütün bunlar onun Allaha doğru irəliləməyində yaxından kömək etməsinə baxmayaraq, səma qapılarına 40 il mücadilədən sonra Seyid Əli Qazinin üzünə asılmasında bu yolun ustadı olan Hüseyn ibn Əlinin müstəsna rolu vardır. Qazi irfan, mərifət və mənəviyyat yolunda əldə etdiklərinin hər birində İmam Hüseynə borcludur. Deyir: Ya Hüseyn, mən nəzir edərək istəmişəm ki, sənin hərəminin hər bir qarışında gecə ibadətlərini yerinə yetirim. Gecə ibadətləri 40 gecə çəkdi. Cümə axşamından başlayaraq hərəmin hər bir addımında gecə ibadətləri ilə məşğul olub zikirlər etdim və o gecə başladığım nöqtəyə gəldim. İlahi nurlar vücuduma saçaraq tövhid qapıları üzümə açıldı. Bəli, nəhayətdə səma qapıları Seyid Əli Qazinin üzünə asılaraq göy aləmini fəth edir. Buyurur: İstədiyimi bütünlüklə əldə etdim. İmam Hüseyin qapıları üzümə açdı. İbn Fariz öz ustadı üçün bir qəsidə deyib. Mən də İmam Hüseyin üçün çox gözəl bir qəsidə dedim. İmam Hüseyin əleyhissalam işlərimi səhmana salaraq qeyb qapılarını kamil şəkildə zərrə kimi üzümə açdı. O həqiqət və ilğımdan başqa bir şey olmayan, dünyanın dar hasarından keçərək ruhlar aləminə qovuşur. Xəyal aləmindən heç bir nəsib olmadığını anlayandan sonra xəyal qapıları onun üzünə bağlanır. Ayətullah Nəcabətin dilindən nəql olunur ki, buyurur: Əllamə Qazini ilk dəfə görəndə çox isti münasibət quraraq bizi gözəl şəkildə qarşıladı. Bu xeyirxahlıq nəticəsində özümdə güc hiss edərək dedim: Mərifət əhlinin bu halları bir xəyaldır yoxsa həqiqət? Sanki Əllamə Qazinin gözləri bərəldi. O dedi: Mənim balam, 40 ildir ki, Həzrət haqlayam. Hər an onunla danışıram. Bu düşüncə xəyal ola bilərmi?